Mən Əhmədov Bəhram Abdülkərimoğlu 1978-ci ilin iyul ayında Sabirabad rayonunun Yenikənd kəndində dünyaya gəlmişəm. 1996-cı ilin oktyabr ayının 1-də həqiqi hərbi xidmətə çağırılmışam. Ordu sıralarının təxris olunduqdan sonra 2003-cü ildə təkrar müraciətləyərək ordu sıralarına qayıtdım və 2003-cü ildən etibarən xüsusi təyinatlı qüvvələr kursunu keçib, xüsusi təyinatlı qüvvələrdə hərbi xidmətə başladım. 2016-cı ilin aprel döyüşlərində iştirak elədik və digər onlarla müxtəlif döyüş tapşırıqları icra eləmişdik. Yəni bizim üçün müharibə bir yenilik deyildi. Biz müharibəyə qədər artıq döyüşməyi öyrənmişdik. Düşmənin cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçdiyi, təxribatlar törətdiyi xəbəri gəldi və dalıca əmr gəldi. Orta Camış yüksəkliyindən, yəni Kəlbəcər istiqamətində müdafiə mövqelərimizə yerləşib, oradakı qüvvələrimizə dəstək verdik. Əvvəl ilkin olaraq müdafiə döyüşünə başladıq orada. Və biz orada 4-5 gün biz orada davam elədik döyüşməyə. Sonra oradan bizi Füzuli istiqamətinə gətirdilər. Füzuli istiqamətindən döyüşlərə başladıq. Füzuli istiqamətindən ilkin olaraq Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak elədim. Cəbrayıl rayonu azad olundu. Füzuli rayonu uğrunda döyüşlərdə iştirak elədim. Hadrudun işğaldan azad olunması uğrunda döyüşlərə cəlb olunduq. Biz Hadrudda ikən yanımda kapitan Mustafayev Nurlan var idi. Mən avtomobili idarə eləyirdim. İdarə elədiyim avtomobil tank əleyhinə minaya düşdü. Partlayış nəticəsində artıq mən oradan heç nə xatırlamıram. Mən komaya düşmüşdüm. Kapitan Mustafayev Nurlansa şəhid oldu. Oradan məni ezam eləmişdilər Füzuli rayonunun mərkəzi xəstəxanasına. Orada bir gün komada qaldıqdan sonra özümə gəldim, oyandım ayın 12-sində. Ondan sonra məni oradan köçürdülər Semaşka adlanan bir saylı təcili tibbi yardım xəstəxanasına. Bir ay təxminən mən orada müalicə olundum. Ondan sonra müalicəmə hərbi hospitalda davam elətdirdik. Ta 2022-ci ilin fevral ayına qədər, 2022-ci ilin fevral ayında mən 3-cü qrup 50 il kimi ordu sıralarından ehtiyata buraxıldım. ...2022-ci ilin iyul ayından etibarən isə öz missiyama, yəni xalqa xidmət missiyasına mən Sosial Xidmətlər Agentliyində başladım və hal-hazırda da hələ Sosial Xidmətlər Agentliyinin qəbul şöbəsində davam edirəm. Hər vətəndaşı qəbul elədikcə, vətəndaşın istəyini qarşıladıqca artıq o bizdən razı getdiyi halda, bəli, o hissləri mən təkrar yaşayıram ki, mən artıq yenə öz xidmətimə davam elətdirə bilirəm. Onlar bizi görəndə, yenə mənim döyüş yoldaşlarım, şəhid analar var, şəhid atalar var ki, məni şəxsən tanıyırlar, onlar gəlirlər. Onlarla da bizim ünsiyyətimiz, onlar daha inamlı olur onlar üçün. Daha inamlı olur, onlar daha rahat olurlar.